Böyük partlayış nəzəriyyəsi və yer kürəsinin yaranması. Kainatın və yer kürəsinin necə yarandığını sualı insan düşüncəsinin ən qədim və ən fundamental problemlərindən biridir. Tarixin müxtəlif dövrlərində bu sual mifoloji, dini və fəlsəfi yanaşmalarla izah olunmuşdu. Lakin 20-ci əsrdən etibarən fizika, kosmologiya, astrofizika və geologiya elmlərinin inkişafı bu mövzuya elmi əsaslarla yanaşmağa imkan vermişdi. Müasir elmdə kainatın yaranmasını izah edən ən geniş qəbul olunmuş model böyük partlayış, Big Bang nəzəriyyəsidir. Bu məqalədə böyük partlayışın elmi əsasları, kainatın erkən mərhələləri, ulduzların və qalaktikaların formalaşması, Günəş sisteminin yaranması, yer kürəsinin təkamülü və həyatın ortaya çıxışı mərhələli şəkildə izah olunur. Birinci böyük partlayış nəzəriyyəsinin meydana gəlməsi. Böyük partlayış nəzəriyyəsi 20-ci əsrin əvvəllərində formalaşmağa başlamışdı. 1920 illərdə astronom Edwin Hubble qalaktikaların bir-birindən uzaqlaşdığını müşahidə etmişdir. Bu müşahidə kainatın sabit deyil, genişlənən bir sistem olduğunu göstərmişdir. Sonrakı illərdə aparılan tədqiqatlar kainatın əvvəllər daha sıx və daha isti vəziyyətdə olduğunu ortaya qoymuşdu. 1965-ci ildə aşkar edilən kosmik mikrodalğalı fon radiasiyası isə böyük partlayışın ən güclü sübutlarından biri hesab olunur. Bu radiasiya kainatın ilkin dövründən qalan istilik izidir. İkinci böyük partlayış anı və Planck dövrü. Böyük partlayış adi mənada bir partlayış deyil. Bu hadisə məkanın özünün genişlənməsi kimi başa düşülür. Təxminən 13,8 milyard il əvvəl kainat son dərəcə sıx, enerjili və isti bir vəziyyətdə idi. İlk Planck zamanı adlanan mərhələdə fizikanın məlum qanunları hələ tam işlək deyildi. Bu dövrdə cazibə qüvvəsi digər fundamental qüvvələrdən ayrılmamışdı. Sonrakı mərhələlərdə kainat sürətlə soyumağa və genişlənməyə başladı. Üçüncü, elementar zərrəciklərin və ilk elementlərin yaranması. Böyük partlayışdan sonraki ilk saniyələrdə kvarklar, leptonlar və digər elementar zərrəciklər meydana gəldi. Bir neçə saniyə sonra protonlar və neytronlar formalaşdı. Təxminən ilk 3-5 dəqiqə ərzində ilk nüvə sintezi baş verdi və hidrogen, helium və az miqdarda litium elementləri yarandı. Bu proses ilk nukleosintez adlanır. Dördüncü, kainatın şəffaflaşması və işığın azad olması. Böyük partlayışdan təxminən 380 min il sonra elektronlar atom nüvələri ilə birləşərək neytral atomları əmələ gətirdi. Bu hadisə kainatın işığa şəffaf hala gəlməsinə səbəb oldu. Bu dövrdən qalan işıq bugün kosmik mikrodalğalı fon radiasiyası kimi müşahidə olunur. 5. Qalaktikaların və ulduzların formalaşması. Milyonlarla il ərzində maddə cazibə qüvvəsinin təsiri ilə toplaşaraq ilk ulduzları yaratdı. Bu ulduzlar çox böyük və qısa ömürlü idi. Onların daxilində baş verən nüvə reaksiyaları nəticəsində daha ağır elementlər formalaşdı. Ulduzların partlaması, supernova hadisələri bu elementləri kosmosa yaydı. Beləliklə, gələcək planetlərin və canlıların kimyəvi əsasları formalaşdı. 6. Günəş sisteminin yaranması. Təxminən 4,6 milyard il əvvəl Süd yolu qalaktikasının bir hissəsində qaz və toz buludu çökməyə başladı. Bu proses nəticəsində Günəş və onun ətrafında planetlər yarandı. Yer kürəsi bu prosesin nəticəsində formalaşmış qayalı planetdir. İlkin dövrdə yer çox isti idi və səthi tamamilə ərmiş vəziyyətdə idi. 7. Yer kürəsinin təkamülü. Yer soyuduqca qabıq formalaşdı, vulkan fəaliyyəti atmosferi yaratdı. Su buxarı kondensasiya olunaraq okeanlara əmələ gətirdi. Atmosferin tərkibi zamanla dəyişdi və həyat üçün əlverişli mühit yarandı. 8. Həyatın ortaya çıxması. Elmi sübutlara görə həyat yer üzərində təxminən 3,5-4 milyard il əvvəl başlamışdı. İlk canlılar sadə, tək-hüceyrəli orqanizmlər idi. Təkamül prosesi nəticəsində bu canlılar mürəkkəbləşmiş və müxtəlif canlı növləri yaranmışdı. İnsan bu uzun təkamül prosesinin son mərhələlərindən biridir. Nəticə. Böyük partlayış nəzəriyyəsi kainatın yaranmasını elmi əsaslarla izah edən ən güclü modeldir. Yer kürəsi və üzərindəki həyat bu kosmik proseslərin təbii nəticəsidir. İnsan, ulduzların daxilində yaranmış elementlərdən ibarət olan varlıqdır. Bu baxımdan insan yalnız yer kürəsinin deyil, bütün kainatın bir parçasıdır.